Salam, əziz şirlər. Səhnənin işıqları yavaş-yavaş sizin üzərinizə çevrilir və kainat artıq pərdəni qaldırmağa hazırlaşır. Bu həftə, xüsusən də çərşənbə günündən etibarən Günəşin öz evinizə, yəni bürcünüzə qədəm qoyması ilə həyatınızda tamamilə yeni, parlaq və dinamik bir dövr başlayır. İyulun bu qızmar günlərində özünüzü sanki yenidən kəşf edirmişsiniz kimi hiss edəcəksiniz. Həftənin ilk 2 günü, bazar ertəsi və çərşənbə axşamı hələ biraz arxa planda öz daxili dünyanızla baş-başasınız. Bu günlərdə keçmişdə buraxdığınız hansısa bir məsələ və ya yarımçıq qalmış bir iş beyninizi məşğul edə bilər, amma narahat olmayın, bu sadəcə yeni başlanğıc üçün bir təmizlik prosesidir. Bəlkə də biraz yorğunsunuz, bəlkə də qarşıdakı günlərin möhtəşəm planlarını qurmaq üçün biraz sakitliyə ehtiyacınız var, tələsməyin, enerjinizi qoruyun, çünki çərşənbədən etibarən bu enerjiyə çox ehtiyacınız olacaq. Baxın, çərşənbə günü göy üzündəki enerji dəyişir və Günəş sizin bürcünüzə keçir. Doğum günləri mövsümünüz rəsmən başlayır. Bu anı necə hiss edəcəksiniz? Sanki içinizə qüvvətli bir batareya taxılıb və bütün sistemləriniz maksimum güclə işləməyə başlayıb. Özgüvəniniz zirvəyə qalxacaq, insanlar sizə daha çox diqqət yetirəcək, qərar vermək daha asan olacaq. Əgər son vaxtlar özünüzü biraz kölgədə qalmış, sanki kənara çəkilmiş hiss edirdinizsə, indi işıqların mərkəzində olma, öz sözünüzü demə vaxtıdır. İdeyalarınızı dilə gətirin, istəklərinizi heç çəkinmədən bildirin. Kainat bu həftə sanki sizin hər bir addımınızı dəstəkləyir, sanki hər istəyinizə hər deməyə hazırdır. Amma unutmayın, liderlik həm də başqalarını dinləməkdir. Sizin o təbii, göz qamaşdıran liderlik qabiliyyətiniz bu həftə iş yerində hamı tərəfindən hiss ediləcək, lakin bəzən ətrafınızdakilərin fikirlərinə də yer vermək, onları dinləmək sizi daha böyük, daha hörmətli bir lider edəcək. Karyera və maliyyə məsələlərinə gəldikdə, cəsarətli addımlar atmaq üçün əla fürsətlər var. Cümə axşamı və cümə günləri rəhbərliyinizlə görüşmək, yeni bir layihə təklif etmək və ya sadəcə öz bacarıqlarınızı nümayiş etdirmək üçün ideal günlərdir. Maliyyə tərəfdə gəlirlərinizdə artım və ya gözlənilməz, amma çox gəlirli bir fürsət yarana bilər. Yenə də bu qədər enerjili vaxtda xərcləmə həvəsinizin tavan etməsinə icazə verməyin, biraz ehtiyatlı olmaq gələcək üçün yaxşı olar. Sevgi və münasibətlər isə sizin üçün həmişə ehtiras və diqqət deməkdir, elə deyilmi? Əgər həyatınızda biri varsa, bu həftə münasibətlərinizdə yeni bir nəfəs, yeni bir ritm olacaq. Sizin o parlaq enerjiniz sevdiyiniz insanı da hərəkətə gətirəcək, aranızdakı o köhnə ehtiras yenidən alovlanacaq. Birgə əylənmək, ictimai tədbirlərə qatılmaq və bir-birinizi daha çox təqdir etmək üçün bu həftə sanki yaradılıb. Subay şirlər üçün isə cazibəniz inanılmaz dərəcədə yüksək olacaq. Gözlənilməz bir məkanda, bəlkə də heç gözləmədiyiniz bir anda qarşınıza çıxacaq biri sizi ilin ən romantik macərasına dəvət edə bilər. Sadəcə diqqət mərkəzində olmağı sevərkən qarşınızdakının da bir insan olduğunu və onun da diqqətə ehtiyacı olduğunu unutmayın. Sağlamlıq mövzusunda isə bürcünüz ürəyi və bel nahiyəsini idarə edir. Həddindən artıq hərəkətli və enerjili olduğunuz bu dövrdə belinizə, duruşunuza diqqət yetirin. Stressi qəlbinizdə saxlamayın, onu hərəkətlə, idmanla və ya musiqi ilə xaric edin. Həftə sonu özünüzə bir ziyafət verin, bəlkə özünüzə uzun zamandır istədiyiniz bir hədiyyəni alın, bəlkə də şəhərdən kənarda dəniz havası alın. Rənglərdən qızılı, sarı və narıncı tonlar bu həftə sizin uğur rənglərinizdir. Qızılı bir aksesuar taxmaq auranızı daha da parladacaq. Əziz şirlər, bu həftə sizin həftənizdir. Özünüzə inanın, parlayın və həyatın sizə təqdim etdiyi bütün gözəllikləri cəsarətlə qəbul edin. Bəzən təkəbbürlə özgüvəni qarışdırmamaq şərtilə özünüzdən razı olmağınızın, özünüzə dəyər verməyinizin heç bir ziyanı yoxdur. Sizin işığınız ətrafınızı da isidir, bu enerji ilə dünyanı dəyişə bilərsiniz. Həyatın bütün rənglərini doya-doya yaşayın, çünki siz bu işıltını haqq edirsiniz. Çətinliklər olacaqmı? Əlbəttə olacaq, amma siz o çətinlikləri sanki bir oyun kimi, sanki kiçik bir maneə kimi keçib gedəcəksiniz. Çünki siz şirsiniz, siz çətinliyin qarşısında əyilməyən, əksinə onu öz xeyrinə dəyişə bilən bürcsünüz. Bu həftə sonu özünüzə biraz zaman ayırın, sakitləşin və gələn həftəyə daha güclü bir başlanğıc edin. Dostlarınızla bir araya gəlin, bol-bol gülün, çünki sizin gülüşünüz başqalarına da enerji verir.
Unutmayın ki sizin uğurunuz təkcə sizin deyil, həm də ətrafınızdakiların uğurudur. Çünki siz parladıkca ətrafınızdakilar da işıqlanır. Bu həftənin hər anını dəyərləndirin, çünki bu sizin ilin ən parlaq dövrüdür. Hər kəs sizi izləyəcək, hər kəs sizin enerjinizdən nəsə götürməyə çalışacaq. Siz isə bu enerjini paylaşdıkca daha da artıracaqsınız. Özünüzü sevin, həyatı sevin və bu həftənin sonuna qədər bütün planlarınızı gerçəkləşdirin. Sizin enerjiniz heç vaxt tükənməsin, hər addımınız uğurla nəticələnsin. Həyat sizə gülümsəyir, siz də ona qarşılıq verin. Özgüvəninizlə hamını heyran qoymağa hazırlaşın, çünki bu günlər sizin qızıl dövrünüzdür. Bəlkə də həyatınızın ən yadda qalan, ən rəngarəng həftələrindən biri məhz bu 20-26 iyul tarixləridir. İrəli baxın, hədəflərinizi böyük tutun və inanın ki, kainat sizin arxanızdadır. Hər şey sizin istədiyiniz kimi olacaq, yetər ki, siz o parlaq şir enerjisini daxilinizdə hər an diri tutun. Həftənin qalan günlərində yeni layihələrə başlamaq, yaradıcılıqla bağlı işləri tamamlayıb yeni mərhələyə keçmək üçün əla bir auraya sahibsiniz. Yaxınlarınızla keçirdiyiniz vaxtlar sizin üçün ən böyük motivasiya qaynağı olacaq, buna görə də dostlarınızla, ailənizlə görüşməkdən çəkinməyin. Onların sizə verdiyi dəstək sizin işığınızı daha da artıracaq. Həftəni bir şahin kimi zirvədə tamamlamaq sizin əlinizdədir. İndi sizin zamanınızdır, səhnəyə çıxın və şounu başlayın. Sizi heç nə dayandıra bilməz, çünki siz öz yolunu özü çəkən, öz taleyini özü yazan şir bürcüsünüz. Bu enerjini axıra qədər istifadə edin, çünki belə fürsətlər hər zaman düşmür. Hər addımınızda uğur olsun, hər nəfəsinizdə sevgi olsun və unutmayın ki, kainatın ən parlaq ulduzu bu həftə sizsiniz. İstədiyiniz nə varsa ona çatmaq üçün sadəcə biraz cəsarət, biraz da özünüzə inam kifayətdir. İndi o inamı içinizdə hiss edin və bu həftəni həyatınızın ən uğurlu həftəsinə çevirin. Hər şeyə hazırsınız, bütün yollar sizə açılır və siz bu yolda məğrur addımlarla irəliləyəcəksiniz. Həyatın bütün qapıları sizin üçün taybatay açıqdır, girin və uğurlarınızı qazanın. Uğurlu və parlaq bir həftə diləyirəm. Yenidən görüşənədək.